Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt, heç kəsin oğlunu xoşbəxt edə bilməz. Sunlu ola bilməz. Biz bu dünyada qadın, baxın, imkanlı da qadın ola bilərik. Möhtəşəm təhsilimiz ola bilər, sözümüzün kəsəri ola bilər, ölkədə söz kəsəri ola bilər. Biz xanım qapını açıb evinizə girəndə sizin də tabi olduğunuz o kişi var. Onun sözü sizdən bir pillə yuxarıda gələcək. Biz bizdən güclü kişinin yanında xoşbəxt Sizə Nigar xanım, qadınlara əzizlənmək yaraşar. Qadınlara, necə deyim, naz eləmək yaraşar. Qadınlara sevgi yaraşar. Amma kişi ilə yarışmaq yaraşmaz. Tağı elə bir ki, gəliblər bu qadınlara yığıblar toplu şəkildə. Bir qaz veriblər ki, haydi kişilərin üstünə.